Yaxınlarda bir kitabda yaxşılığın fəlsəfəsi və pisliyin fəlsəfəsinə dair bir mövzu oxudum. Onu istəyirəm sizinlə bölüşüm. Pisliyi belə izah edirdi. Bir yerə yabani bitki, bizim çol-ços dediyimiz bitki kök salıbsa, ona heç bir qulluq etməsən, su verməsən, gübrə verməsən, qayğı qulluq göstərməsən, o yenə də sürətli şəkildə çoxalacaq. Və bir müddətdən sonra sən görəcəksən ki, bütün tarlanı çol-ços bürüyüb. Sənin sadəcə ona qarşı hərəkətsizliyin, ona mane olmamağın, onun yayılması üçün kifayətdir. Pislik də belədir. Əgər sən bir pislik gördükdə ona mane olmursansa, sadəcə ona qarşı səssiz qalırsansa, hərəkətsiz qalırsansa, bu onun yayılması üçün kifayətdir. Ancaq yaxşılıq belə deyil. Bir gülün toxumunu əkirsən, soluyursan, gübrə verirsən, qayğı göstərirsən və bir müddət sonra o öz bəhrəsini verməyə başlayır. Yaxşılıq isə belədir. Əgər bugün sən cəmiyyətdə bir pislik gördükdə ona mane olmursansa, bu o deməkdir ki, sabah o çol-ços sənin qapına gələcək. Yox, əgər mənim gücüm çatmır deyilsənsə, o zaman sən o cəmiyyətdə yaxşılıqları çoxaltmalısan ki, ortada bir disbalans yaranmasın.